Salam olsun əzizə böyük Türk millətim. Salam olsun MKTV izləyicilərimiz. Salam olsun Mustafa bəy sizə. Demək, ayın 3-də Venezuela'da baş verən operasyon Maduro'ya qarşı olan operasyon, Cumhurbaşkanı Maduro'ya qarşı operasyonu. Bir də bəndən eşidin və araşdırdığım bilgilər var. Bəzi bilgiləri çatdırmaq istəyirəm. Heç də hər şey göründüyü kimi deyil. Yəni, Maduro operasyonu çoxdan hazırlanmışdır və bu operasyon birbaşa Donald Trump'ın bu diktatoru çevirmək planı əslində 1823-cü il Monroe doktrininin incələnməklə, yəni bu o deməkdir ki, Amerika qitəsində heç bir yabancı gücün yol verilməməsinə, yer verilməməsinə hesablanmışdır. Burada operasyondan öncə ilk öncə kendi generalları ihanet etmişdilər Maduro'ya. Çünki operasyon başlamamışdan öncə, 15 dəqiqə öncə üst qat, ordunun üst qat 12 generalının digital para hesaplarına 1,2 milyar dolar pul akıtılmışdı. Və həmin generallar da orduya səsinizi çıxartmayın əmri vermişlər və heç bir təpki göstərməyin. Və bu operasyon başlayarkən burada bəzi qeydlər etmişəm. Bu generallarla birlikdə Maduro Amerika'dan önce kendi generallarına ihanet etmişti. Bu operasyon sadece bir diktatora karşı değildi. Avrasya, kara para akıntısının dayanması, gizli bank hesapları ve İran, Çin, Rusya tankerlerinin gizli hem petrol taşımaları ve hem de İran üzerinden gizli tankerlerde füzələrin Venezuela daşlamaq və yerləşdirilməsiydi. Sual rolunda buradakı nəyə görə Venezuela'da S-400'lər, Rusiyanın hava savunma S-400'ləri, uçan təyyarələri, helikopterləri niyə durduranmadı, görmədi? Bu, Amerikan şirkəti NSA elektron hərb silahları var ki, bunlar virüs yüklədilər və ani bir saniyə ərzində də bütün sistem pozuldu və baş şəhərində olan Karakaskanın elektrik enerjisi kəsilərək saniyələr içində Delta Force özel hərəkətləri operasyona başladılar. Və yatağından da bu Maduro'nu və eşini də götürüb apardılar. Burada Maduro'nun götürülərkən ələ keçirilən gizli belgeler vardı, sənədlər var idi və bu da çox əsas da İran, Rusya və Çinə çox böyük bir zərbə vurdu. Bunun qarşılığı olaraq Rusya Arktikada şimal bölgəsində, şimal dənizində qırmızı alarm verdi və Rusiyanın Atlantik okeanda yeraltı, yəni sualtı gəmilərinin müəyyən kabloları var ki, Amerikanın ora virüslər yüklənməsinin incələnməsinin qarşısını aldı və bu bilgini bildi və Qaradənizdə də son olaylar olmaqları, Rus gəmilərinin vurulması və Rusların da buna görə Amerikanları Avropanın doğusuna çəkmək fikirləri, hamısı bunlara hesablanmış bir şeydi. Kölgə bankacılıq sisteminin, İran devrim mühafizlərinin Karakas üzərindən yüklədikləri 50 milyard dollarlar kara parası operasyonları Orta Doğuda vəkil savaşlarının çıxarılmasının qarşısı alındı. Çinin 60 milyard bir versiyada da 63 milyard dolları Venezuela'dan para alacağı var idi və o para alacağının əsasında Çin dəniz qüvvələrinin, hərbi dəniz qüvvələrinin inşasına başlamışdı. Bunun da qarşısı alındı. Bu elə bir operasyon oldu ki, mən deyərdim ki, 50 illik dünya siyaseti dəngələrini darmadağın etdi və Çinlə Rusiya şah və mat, Şəhta Doğuzunda şah və mat
şah və mat edildi. Bu artıq dəngələri tam dəyişdi və burada da Venezuelada ələ keçirilən, torpaqlarında ələ keçirilən 303 milyard barel neftin Amerikanın əlinə keçməsidir. Bu da Amerikanın Ərəb ölkələrindən neft asıllarından azad olmasıdır və gələcəkdə, yaxın gələcəkdə ola bilsin ki, petrolun 150 dollara bir bareli qaldırılsın. Bu da dünya ekonomikasında böyük dəyişikliklər olacaq. Həm altında, yəni qızılda, həm də petrolda. Bu da gələcəkdə qida ekonomikasına, taxıl tədarükünə və bir çox dünya ekonomikasına təsir edən bir şeylər olacaqdır. Burada çox böyük bir operasyon apardılar. Fiber optik kablolara sabotaj cihazlarının yüklənməsinin Ruslar tərəfindən Atlantik okeanda sualtı gəmiləri vasitəsilə onun da bilgiləri sızdırıldı. Demək olar ki, Amerika bu oyundan bir dənə tək Venezuela diktatorunu endirməyindən dünyanın siyasi dəngələrini, 50 illik siyasi dəngələrini tam alt üst elədi. Bu bir başlanğıçdır. Çünki yeni dünya düzenində sıfırlanma gedir. Və bu qarşıda gələn Çinin ekonomikasının çöktürməsi Rusiyanı məcburən Amerikanın yanında olmasına gətirib çıxardacaq ki, Çinə qarşı, Çində Pasifikdə çıxan savaşa qarşı. Mən öncə də demişdim. Və bu İranın içinin qarışdırılması və burada bir olaylar da var. Maduro götürülərkən Venezuela televiziyasında İsa Peyğəmbərlə Maduro'nun yan-yana şəkil qoyulması və ilahi qurban, yəni ilahi qədər verilməsi həmin anlarda öncədən. Xalqın buna bir psixoloji hərb deyirlər. Sokaklara tökülməsini saxlamışdır. Çünki Maduro'nu qoruyan 4,5 milyona yaxın milis gücləri var idi. Bunların heç birinə bir ateş açdı, nə də biz hərəkət etdik. Bu da içərdən olan xəyanət idi. Və buradan da həm də Amerika bir mesaj verdi ki, dünyada heç bir dövlət liderləri güvəndə deyil. Yəni istədiyimiz an, istədiyimiz yerdə və istədiyimiz vaxtda hər kəsi endirərik, hər kəsi də vurarıq. Ya hər kəsi də götürərik. Və bugündən də dünya siyasətində yeni bir dəngə başladı. Hər kəs öz güvənini qorusun. Yəni kimsə güvəndə deyil. Nə uçaqlarda güvəndə deyil, nə oturduğu yerdə. Bu da artıq Amerikanın yenidən dünya üzərinə hegemonluğunu ələ almağını göstərir. Globalistlərin və evangelist, siyonist, anglo-sakson bu üç gücün. Və bundan başqa da bu yaxınlarda Nijni Novgorodda, Rusiyanın şəhərində Putinin iqamətgahına dronlarla saldırırlar. Yəni Putinə sui-qəsd edilməsini Ukraynanın adına yönəldirlər. Amma bu Ukrayna etməmişdir. Bunu CIA və MI6 İngiltərənin istihbaratı və Amerikanın CIA etmişdir. CIA'nın içində də bir qrup var ki, bunlar bəzi etdikləri operasyonları Cumhurbaşkanı Trump'a demirlər. Çünki bunlar Milli Təhlükəsizlik ANB dedikləri, yəni Agenskiya Nasionalnej Bezopasnosti Milli Təhlükəsizlik Agentliyindən CIA-nın içində olan bir qrupdur. Bunlar hansı ki, bəzi operasyonlar var ki, onları sonradan bildirirlər Trump'a. Ona görə Trump bu işlərdən bəlkə də ola bilsin ki, xəbər olmamışdı Putinə saldırılardan. Bu qrup Putini fiziki götürmək istəyir. Bu qrupun içində olanlar isə Anglo-Sakson və sırf Amerikan milliyyətçiləridir. Bunlar hər şey göz alanlardır. Bunlardan ötürü fərqi yoxdur nə baş verir, kim aradan götürürlər. Və bu Delta Force qrupu öncəki əməliyyatları Saddam Hüseynə qarşı olmuşdu. Narko kartel, Meksikan karteli El Chapo'ya qarşı olmuşdu. Kolumbiya narko kartelinin böyüyü Pablo Escobar'a qarşı olmuşdu. Bəzi adamlar deyir ki, bu Qaddafiyə də qarşı edilən həmin qrup etmişdi. Xeyr, Qaddafiyə qarşı katliamı törədən özəl hərəkət tam başqadır. O tam başqadır. Bir verişimdə də onun haqqında da bilgi verərəm.
O grup tam başkadır ve o paralara, onlara da 300 milyon dolara yakın para verilmişti Qaddafinin öldürülmesine. Yani heç kəs büyündən nə güvəndə deyil, nə dövlət başçıları, nə generallar, nə başbakanlar, nə istihbarat başkanları. Əsas dövlətin bu üst qatlarıdır. Hər kəs güvənini saxlamalıdır və paşalarımızın, lazımlı generallarımızın qorumaları hamısı artırılmalıdır. Çünki bu son uçaqların olayları, uçaq düşməkləri, həm Azərbaycandan qalxan Türk Silahlı Qüvvələrincə 130-u, həm Ankaradan qalxaraq Libiyaya gedən uçağın düşürülməsi, bunlar hamısı heç də boş-boşuna deyil. Hamısı planlı şəkildə olan bir şeydir. Büyüğünü bu kadar. Allah'a emanet olun. Ne mutlu Türk'üm diyene. Ve sonunda da bir söz diyeyim. Xalqını yaşat ki, xalq da devleti yaşatsın. Devlet xalqı yaşadar, xalq da devleti. Bu eski Türk atalar sözleridir. Sağ olun.